Don File'ın salfetlər üzərində 10 dərsin, birinci dərsin bilməyibsə, gedin o dərsi dinləyin. Biraz ola bilər sizə ağır gələr, biraz orada bəzi sözlər sizə qəliz gələr, amma o reallıqdır. Siz onları öyrənməlisiniz. Siz iş qurduğunuz sahə, multilevel marketing sahəsidir, MLM sahəsidir. Siz bu biznesin, bu sənayenin, bu sahənin bir salon açmaq biznesindən, bir tükan açıb Türkiyədən mallar vurub bu biznesdən, yaxud bir şirniyyat sexi açım, o kimi biznesdən fərqin bilməsiniz ki, bu ayrı bir biznesdir. Bu yatırım qoyulur, amma pul yatırımı yox. Buna zaman yatır, buna bilik yatır, buna enerji yatır. Bu öz-özündən əmələ gəlmir bu da. Zəhmətsiz heç nə yoxdur. Və içinizdə bunu formalaşdırın. Onun, bax bu dediyin adam və ya yox deməyi sənin üçün əhəmiyyətli deyil. Onun hə və yaxud yox deməyi onun özü üçün əhəmiyyətlidir. O hə deyəcək, o gəlib qoşulacaq, bu biznesin fürsətlərindən yararlana biləcək. O yox deyəcək, və yaxud dediyim müxtəlif səbəblərdən ola bilər. Yox deyəcək, o özü üçün bu imkanları bağlayacaq. Sən isə yolu bilirsən və gedirsən.